Bugünkü videomuz fotoaparat seçimində Canon yoxsa Sony? Bu suala aydınlıq gətirəcəyik. Dünənki storimizdə, yəni yazdığımız qədərilə bütün demək olar modellərin, yəni markaların üzərindən keçdik. Əslində bu qərar tamamilə subyektiv və ümumi xarakter daşıyır. Təbii ki, hər markanın çox üstün modelləri mövcuddur. İstər Fujifilm olsun, Samsung olsun, Casio olsun, Nikon olsun və digərləri. Hər bir markanın çox ideal modelləri var ki, hansı ki, onlar Canonla və Sony ilə də rəqabətə girə bilirlər rahat bir şəkildə. Yəni çox üstün parametrlərə sahib, böyük linzalı, eyni zamanda çox funksiyanal cihazlar mövcuddur digər markalardan. Xüsusilə Nikon, Samsung bu sayədə daha çox fərqlənir, eləcə də Lumix və s. Amma ümumi danışsaq, dünya təcrübəsindən də yola çıxsaq deyə bilərik ki, ən çox tərcih edilən, ən çox sevilən iki marka Canon və Sony-dir. İlk olaraq sırf dijikamlardan söhbət gedir. Burada biz professional fotoaparatları artıq müzakirə etmirik. Dijikamları belə deyək, üzərindən qərar versək, Canon və Sony qədər tərcih edilən, yəni digikam dünyasında model yoxdur. Bəs nə üçün bu modellər, bu markalar daha çox tərcih edilir? Səbəb keyfiyyəti, eyni zamanda uzun müddət istifadəsi alışqanlıqlarına əsasən deyə bilərik ki, yəni bu modellərdən mənfi geri dönüş çox az olur. Eyni zamanda hər ikisinin şəkil keyfiyyətinin yüksək olması. Yəni bu sizdə sual yarana bilər ki, məsələn Nikonda, Fujifilmdə deməli, yəni pisdirmi? Yox. Tamamilə. Bu sadəcə zövq məsələsidir. İndiyədək 600-dən çox digikam test etmiş biri olaraq və eyni zamanda fotoqrafiyadan anlayışı olan biri kimi, eyni zamanda 13 ildir yəni bu sahədə olan bir adam kimi deyə bilərəm ki, bu videonun və bu fikirlərin tamamilə subyektiv bir yəni mənbəyi var. Bu ümumiyyətlə hansısa markanın tanıtımı deyil. Məsələn üçün dediyim kimi Fujifilmin elə modeli var ki, yəni hal-hazırda burada test etdiyimiz iki model var, Canon və Sony. Onlara dərs keçə bilər həmin model və yaxud da Samsungun, eləcə də Lumixin çox mükəmməl modelləri var digər markalarında. Amma ümumi modellərdən danışırıqsa, yəni ümumi istehsaldan, satış dövriyyəsindən, yəni modellərin ümumisindən danışsaq deyə bilərik ki, üstünlük daha çox bu iki markadadır. Yəni Canonun daha çox modeli, daha çox bəyənilir, belə deyək, Sony'nin də modelləri daha çox bəyənilir digər markalara nisbətən və bunun da səbəbi var. Məsələn, Sony-nin istifadə etdiyi şəkil texnologiyaları, ekran keyfiyyəti, linzaların fərqliliyi, eyni zamanda şəkillərə verdiyi vintage vibe digərlərindən bir balaca daha çox sevilir. Təbii ki, digər modellərin də vintage fotoaparatları var və onların da çəkdiyi şəkillər çox ideal alınır. Amma Sony-ni daha çox tərcih edirlər. Səbəb Carl Zeiss linzanı istifadə etməsi, eyni zamanda Sony linza istifadə etməsi, şəkillərdə ekran keyfiyyətində xüsusi öz texnologiyalarını istifadə etməsi, xarici görünüşündəki dizaynındakı zəriflik və s. Bunlar Sony-ni əsas fərqləndirən amillərdir. Canon isə xarici görünüşdə daha çox güclü materiallardan istifadə edir və belə deyək, keyfiyyəti də demək olar ki, yəni təsdiq olunubdur artıq. Vintage tonlarda isə retro tərz şəkillər çəkməyi sevən insanlara xitab edir, eyni zamanda kəskin şəkillər çəkməyi istəyən insanlara xitab edir. Buna görə də çox insanın zövqünə xitab etdiyi üçün bu iki marka daha çox seçilir. Həmçinin trendlərə, eyni zamanda insanların zövqünə əsasən, yəni bu iki model bəlkə də dünyada ən çox tanıdılan, yəni reklam etdirilən modellərdəndir, ya markalardandır. Ona görə də bu iki marka daha çox insanlarda iz qoyub. Daha çox satıldığı üçün. Bəlkə də Fujifilm və yaxud da Nikon daha çox satılsaydı, onlar da yəni bu qədər populyar olardılar. Çünki Fujifilmin, Nikonun, Samsungun da elə modelləri var ki, həqiqətən də yəni Canonla rəqabətə girə bilər. Sony ilə rəqabətə girə bilər. Hətta onları da üstələyə bilər müəyyən məqamlarda. Amma biz ümumi bütün modelləri əsaslandırıb götürsək, yəni bütün modellər üzərindən bu suala cavab versək, təbii ki, Canon və Sony ilk olaraq sevilən modellərdir. Bəs bunların fərqi nədir? Dediyimiz kimi Canon daha üstün materiallardan, daha güclü materiallardan istifadə edir. Yəni xarici görünüşü Sony-yə nisbətən daha dözümlü olur əksər modellərini. Hal-hazırda bu iki model demək olar ki, eynidir. Amma ümumilikdə Sony-nin xarici görünüşü zərifdir, dizaynı zərifdir və istifadə edilən material Canona nisbətən bir balaca zərif materiallardır. Keyfiyyətinə gəldikdə isə kameraları təbii ki, çeşidlidir. Canon bir C linza istifadə edir, Canon zoom lens, Sony isə Carl Zeiss və Sony lens istifadə edir. Sony lens daha çox bulanıq və vintage tərzdə şəkillər üçün uyğundur. Carl Zeiss isə vintage və kəskin şəkillər üçün uyğundur. Və bu iki markanın da tərcih edilməsinin səbəbi bəlkə də yəni şəkillərdə
istifadə etdikləri linzaların keyfiyyətidir. Və siz hansı modeli daha çox üstün tutursunuz? Canon yoxsa Sony? Bu suala bu videonun altında şərh yazaraq cavablandıra bilərsiniz. Eyni zamanda bu iki model haqqında, ümumiyyətlə marka haqqında hansısa sualınız olarsa bizə yaza bilərsiniz və cavablandıra bilərik. İzlədiyiniz üçün çox sağ olun.